Baxın, nevrozdan qurtulmaq istəyirsiniz, düzdürmü? Və bundan öncə də bir neçə video çəkmişəm. Həqiqətən orada verilən məsləhətlər, orada hansı tərəflərdən baxılır nevroza çox, yəni üzdə olan nevrotik insanların problemləri, dərində olan, yəni hansılara hardan, necə təsir göstərmək lazımdır, nə etmək lazımdır, həqiqi çox ətraflı, dərin, incə orada məqamlar çoxdur. Yəni dinləyin, faydalanın, zamanla düzdür bunlar dəyişir. Vaxt lazımdır sizə. Bunu %100 bilin ki, zaman lazımdır. İndi bugünkü videoda mən nədən danışıram? Hamımız, məsələn, düzdürmü, müəyyən temperamentdə insanlarıq. Nevroz olan insanlar adətən iki tip insanlar rast gəlinir. İki temperamentdə. Ya bu çox vaxt xoleriklər olur, ya da ki melanxolik insanlar. Yəni bu hansı insanlardır? Xolerik o insandır ki, belə tələskən, hər zaman belə məsəl üçün 3 günün işini bir günə çalışır, sığışdırsın. Həm uşağımın falan işi, həm yoldaşımın o işi, həm nə bilim iş yerindən falan şey tapşırıblar, nə bilim əmim oğluna bu lazımdır, falan kəsə bu lazımdır, mənim özümün bu işi. Yəni özünə qarşı bu tələbkardır. Nevrotik insan necə insandır? Çalışır hamısını məmnun etsin. Yəni özündən başqa hamısına da, hamısı bundan razı qalmalıdır ki, bunun ürəyi rahat olsun. Amma o mənada ürəyi rahat olana qədər daha ürəyi gedir daha az qalada. Yəni nə mənada yorulur, belə təşvişi daha da çox olur və bu insan nə etməlidir? Həqiqətən hərəkətləri də tez olur. Yəni ki, görürsən ki, evin içində iş görürsə qaça-qaça belə onu, bunu, burada onu eləyəcək, orada bunu eləyəcək. Yəni ki, bayırın işi, evin işi planlaşdırır da bir günün içinə o qədər iş sığışdırmağa çalışır ki, vəssalam da. Yəni ki, bu da ona düşünmür ki, axı sən insansın, sən müəyyən qədər gün ərzində, məsəl üçün, hamımızın enerjisi müəyyən qədərdir, düzdürmü? Sən az yatmısansa, demək ki, sənin bugün enerjin az olacaq. Hə? Məsələn, heç bunu nəzərə almır. Sən gün ərzində yeməyi yetərincə yemirsənsə, günlərlə hələ göz ardı eləyirsən, belə əslində hələ o cür yanaşırlar axı özlərinə. Özlərini atırlar arxa plana, ikinci plana, amma başqaları ki, hələ tələsir, onu eləsin, bunu eləsin və sizə çox lazım olan belə yavaşladın özünüzü. Hərəkətinizi yavaşladırsınız biraz. Söhbətləriniz, danışıqlarınız, yəni bir insana çalışırsınız, tamamen öz fikrinizi çatdırasınız, deyirsiniz. Məsələn də hələ sübut eləməyə özlərini çalışırlar çox zaman. Sübut eləməyə çalışırlar ki, yox, yəni dərinə baxsan da, mən yaxşı insanam, faydalı insanam, mən düz insanam, təmiz insanam, mən vicdanlıyam. Bax, burada kökündə bu durur. Mən çalışqanam, mən insanlara qarşı diqqətliyəm, mən sizə qarşı, yəni ailəmə, hər kəsə qarşı diqqətliyəm. Yəni bu diqqəti o qədər başqalarına verir ki, və üstəgəldə burada tələskənlik. Yəni siz biraz yavaşlamalısınız. Hər mənada. Əvvəl siz bir günün içinə 5 günün işini sığışdırırdınızsa, artıq bunu yəni başlayın eləməməyə. Artıq normal gün içində, yəni sizin üçün bu normallaşıb da, düzdürmü? Yəni pozuntu nədən pozuntuya gəlir, çıxır? Nədən nevrotik şəxsiyyət tipli insanlarda, yəni özlərinə ya baskı göstərirlər, ya bir başqa insanın baskısı olur da, burada başqa insanın təzyiqi olur. Əslində özlərinə olan təzyiqi də zamanla, yəni hələ bir yer dəyişdirib də, əvvəl başqa insan olurdu təzyiq göstərən, indi təzyiq göstərən hələ siz özünüzə. Yəni həm başqalara, həm siz. Bildiniz necə? Uşaqdan bunu valideynlər eləyib, ya bir valideyn, ya hər iki valideyn. Sonra da həmin münasibət insanda öz-özünə formalaşır. Yəni valideyn əsas sənin üçün önəmli olan, əsas baskı göstərən, əsas tələbkar, ya əsas bir də görürsən, indi başqa pozuntularda da laqeyd olan, məsəl üçün valideyn. Yəni ki, valideyn sənə yanaşmasından sənə olan yanaşman yaranır. Və artıq sən də başlamısan özünə qarşı çox tələbkar olmağa. Yəni, sən necə, sənin gücün, nəyə gücün çatarsa hər zaman ondan artığını özündən tələb edirsən. Hər zaman belə özünü dara, çətinə, zorluqlara salırsan. Yəni tələskən insanlar bunu eləyirlər. Çünki %100 aşırı çox bir şey planlaşdırırlar.
Yəni görürsüz ki, evin içində qaça-qaça iş görürsüz və yaxud getdiniz tez dükana, qayıtdınız, nə bilim işə, işdən evə tez təliz gəlim ki, tez bunu da eləyim, onu da eləyim, bunu da eləyim. Ay yavaş-yavaş yolunu gəlsin, tələsməsin, heç olmasa həftədə bir dəfə işdən çıxanda bir hardasa otursun, elə belə özü üçün bir çay içsin, nə bilim kofe içsin. Yəni bilirsiniz necə biraz gündəlik həyatınıza dəyişikliyi gətirirsiniz. Özünüzə orada başlayırsınız yer ayırmağa, həm də yavaşlayırsınız. Yəni burada indi mən qavrayışla bağlı, yəni insanın koqnitiv zehni hissəsi ilə bağlı, bunlarla bağlı biz bugün danışmırıq. Yəni bugünkü videomda danışmıram. O əvvəlki videolarım bir neçə bundan qabaq çəkdiklərim, orada çox həqiqətən ətraflı məlumat, hər tərəfdən baxış var orada. Nevrotik pozuntuya daxil olan pozuntular orada sosafobiya olsun, yox sosafobiyadan orada elə danışmamışam. Yəni ki, agorafobiya, sonra somatoform pozuntular, nə bilim kardionevroz, sonra nə? Panik ataklar, OKP, hipoxondriya. Yəni ki, insan baskı altında qalanda, nevrotik insan təzyiq altında qalanda başqası tərəfindən, yəni nevrotik insan artıq yeniyetmə yaşından o yana keçibsə 20, 25 yaş, 18 yaş, nə bilim, artıq o özünə yetərincə gözəl belə təzyiq göstərir. O dərəcədə göstərir ki, başlayır onda, yəni ki, bax bu pozuntulardan biri yaranmağa. Sadaladıqlarım. Bunlar hamısı nevrotik pozuntulara daxildilər. Yəni bu insan neyniyir? Hələ tələskənliyi nədən yaranır? Katastrofik ssenariyini qurur da. Katastrofik ki, mən bunu da çatdırmalıyım, onu da. Çatdırmasam və onların da belə bilirsiniz necə sonluqları artıq düşünüb ki, çatdırmasam, nə bilim, vəssalam da, necə deyim sizə? Tutalım ki də, mən sulu xörək bişirməsəm bugün, tutalım ki, həm də sulu xörək bişirməsəm, başqa 2-3 cür xörəkdən başqa, vəssalam, necə deyim sizə, uşağımın, nə bilim, mədə bağırsağına pis təsir edir, yox, o gəlir hər gün, tutalım, sulu xörək yesin, nə bilim, neynəsin, hər gün bu olmalıdır. Bilirsiniz necə, indi mən yenə də deyirəm, primitiv belə nümunələr götürürəm. Yəni mən söz vermişəm, nə bilim, dostlarımla da görüşməliyəm bugün. Məsələn, halı yoxdur, o qədər yorulub, gün ərzində o qədər iş görüb ki, heç evdən addım atmağa artıq gücü yoxdur, amma söz verib deyə, yoxdur, ayıbdır, nə deyərlər, sonra mən onları saymadım, saymamazlıq kimi düşünərlər. Yəni, nədir burada? İnsanlar mənim haqqımda yaxşı fikirdə olsunlar hər zaman. Vəssalam, məmnun etmək üçün bu insan özünü paralayır. Deməli, bu xoleriklar idi, danışdığım tələskənlər. Deməli, o birilər, melanxolik olan insanlar nə edirlər? Onlar əksinə. Yəni, xolerik yavaşlamalıdır, melanxolik əksinə də biraz daha asta gəldi, belə, yəni əsasən günü belə düşüncələr içində çox keçirdi. Yəni çox şeylər planlaşdırır, eləyir, amma az bir şey həyata keçirir, reallaşdırır. Yəni orada da katastrofik ssenarilər çoxdur da. Yəni mən bunu eləsəm belə olar, sonuçda belə olar. Yəni bilirsiniz necə, orada elə bil baxırsan ki, elə bilirsə insan tənbəldir. Yəni ki, amma tənbəllik heç vaxt sırf tənbəllik deyildi orada. Müəyyən qorxular var orada. Ehtiyat eləyir, tərəddüd eləyir insan. Yəni kökündə də qorxu durur da, bunun təşvişki yox. Sonra nə olar, mən eləsəm, sonra nə bilim, filan işi, filan proyektdə mən öz sözümü desək ki, gəl bunu belə eləyək, gəlin bunu iclasda da məsəl üçün öz fikrini önə sürsə. Məsəl üçün, melanxolik insan. Axı daim belə əsasən xəyallar aləmindədir daha çox da. Xəyallar aləmində çox şeylər yaradır, qurur, potensialı da çoxdur. Amma özünə güvəni azdır axı, özünə inamı azdır. Deyir ki, səhv olar. Yəni ki, səhv heç etməsin deyə, ona görə çalışır heç nə etməsin. Yəni ki, həyatında çox az bir addımlar atmış olur ciddi mənada. Yəni bu insanlar əksinə biraz aktivləşməlidirlər.
biraz daha planlaşdırdığı hər bir şey balaca addımlarla başlamalıdırlar reallaşdırmağa. Yəni birdən-birə həyata atılmaq onların təşvişini daha artırar. Amma heç nə eləməmək də təşvişi onlarda yüksək saxlayır. Məsələn, xolerik olan insanın təşvişini yüksək saxlayır, çox iş planlaşdırır, amma birini çatdırır, birini çatdırmır, birini yarım yamalaq edir, birini təxirə salır. Yəni ki, günün sonunda nə olursa olsun özündən narazıdır xolerik olan insan. Çünki çox bir şey planlaşdırır da. Yorğun olsa da, xəstə olsa da, qızdırması da olsa da deyir ki, yox, mən eləməliyəm. Mən bunların planlaşdırdığım hər bir şey eləməliyəm. Yəni görün insan nə dərəcədə özünə yüklənir. Amma yəni melanxolik insan, yəni yavaşlamaq biraz daha asandır. Nəinki aktivləşmək. Biraz o daha çətindir. Amma yenə də yəni ikisində də lazım olan müəyyən bir orada dəyişim lazımdır, müəyyən korreksiya. Yəni buradakı dəyişim, mən demirəm bu tamamən sizdə nevrozdan azad olarsınız. Yox, onunla bağlı yenə deyirəm, başqa videolarım var. Onları hamısını tətbiq etdikcə həqiqətən də zamanla qurtulursunuz. Yəni mən bir söz necə, mən belə fikirləşirəm. Belə fikirləşirəm yox, həqiqətən də bu belədir də. Yəni ki, həyatda düzdə elə bir şeylər var ki, insan onun öhdəsindən gələ bilməz. Yəni mümkün olmayanlar belə hələ bir siyahısı var da, mümkünsüz olanlar hələ bir insanlar üçün siyahı var ki, bunlar məsəl üçün insanlar üçün mümkünsüzdür, ya da müəyyən insanlar üçün mümkünsüzdür. Amma nevroz, yəni nevrozdan danışırıq da burada, düzdür? Nevrozun fərqi yoxdur da hansı pozuntusudur burada. Nevrotik şəxsiyyət pozuntusunda olan hansı pozuntulardır, fərqi yoxdur, düzdürmü? Yəni 21-ci əsrdə yaşayırıq. Dünya hər gün inkişaf edir. Yəni insanlar Marsda torpaq alır, düzdürmü? Yəni icad olunan nə varsa bugünə qədər baxırsan ki, yəni möcüzədir də hər bir şey. Bunu nəyin hesabına insanlar icad edib? Şuurun hesabına, insanın şuurlu varlıq olduğunun hesabınadır, düzdürmü? Yəni ən böyük bəxşişidir də insanın. Allahın bizə verdiyi ən böyük bəxşiş odur ki, yəni biz həqiqətən başqa varlıqlara baxanda bizim üstünlüyümüz şuurlu olmağımızdadır. Yəni şuurlu olan insanın yarada biləcəyi, bərpa edə biləcəyi, nə bilim, nələr var, nələr. Yəni ki, insan özü də bilmir. İnsanlar həqiqətən bilmirlər ki, onların daxilində nə qədər potensial var. Çünki qorxu, təşviş çox bloklayır. Yəni insanları həyatda hələ nevrotik insanları müxtəlif bu pozuntulardan çıxmağı qoymayan nədir? Onların yüksək təşvişləri və təşvişin, yəni pozuntu, sosialfobiya olsun, nə bilim, panik ataklar olsun, orada sizin davranışlarınız, düşüncələriniz elədir ki, siz o döngənin içində qalmısınız, dövr eləyirsiniz döngənin içində. Çünki dəyişim yoxdur. Dəyişimlər başlayanda, siz konkret bu blokları yavaş-yavaş yığışdıranda, nə baş verir? Siz zamanla sizdə olan pozuntudan qurtulursunuz. Yəni sözümü ona gətirib çıxarıram ki, insanlar çox qabardırır gözlərindəki, ay nə bilim, biri deyir məndə 20 ildir, 30 ildir. Bilirəm, düzdür, elədir. Amma siz düzgün addımları atmamısınız. Siz lazım olan addımları atmamısınız. Atmısınızsa yetərincə atmamısınız. Yarı yolda buraxmısınız və yaxud yolun əvvəlində buraxmısınız. Bildiniz necə? Çünki insan tam qurtulana qədər bu pozuntudan, o vaxt aşırı sənə ara bir qayıdır çətin durumlarda, çətin zamanlarda. Amma sən artıq bir ildə öz üzərində çalışırsansa, psixoterapiya olsun və yaxud özün, düzdürmü? Mən demişəm də orada süni intellekt vasitəsilə falan bir çox variantlar var da. Düzdür, müxtəlif metodikaları hələ sosial şəbəkələrdən gətirirsən, üzərində çalışırsan, məhz səndə olan pozuntu ilə bağlı, düzdürmü?
bunu elədikcə, yəni ki, tutalım sən artıq 1 ildir çalışırsan, 1 ilin içində ara-sıra o sənə hərdən gəlir səndəki o simptomlar, o bu pozuntuya olan aid kriteriyalar, düzdürmü? Amma ki, məsəl üçün 10, səndə 13 kriteriyadan 5-i var idisə, zamanla məsəl üçün 5-i yox, 4-ü bir də görsən gəlir gəlməyə, biri getdi. Zamanla onlar 100% gəlirlərdisə əvvəl sənə, sonra gəlir 70%, sonra 60%, sonra. Amma hər gələndə sən yenə gəldi, yenə yox, mən bunlardan qurtula bilmirəm, amma elə deyil. Sən yavaş-yavaş bundan qurtulursan. Çünki sən uşaqlıqdan nevrotik şəxsiyyət kimi formalaşmısan. Sən hələ bir kökündən dəyişdirirsən də özü bir şəxsiyyət kimi, bir xarakteri 70-80% dəyişdirmək, yəni ki, bu bilirsiniz nə qədər iş tələb eləyir, zaman tələb eləyir. Əsas nədir burada? Önəmli olan belə əsas söz budur ki, mümkündür. Ən önəmli söz bütün bu videonun içində qurtulmaq mümkündür. Bax, bunu unutmayaq, yadımızda saxlayaq. Var, tutalım, fizioloji xəstəliklər. Nələrsə var da, insan tam xronikləşir, məsəl üçün də şəkərdir falan da, elə şeylər var ki, insanlarda bir ömür sənin həyatı var. Amma yenə də onlarla belə, yəni, elə şeylər var ki, o ilə yanaşı qəşəng həyat sürə bilərsən, həyatı bir şəkildə düzənə salırsan, yoluna qoyursan. Amma bu pozuntular elədirlər ki, sən onlardan bir dəfəlik qurtula bilirsən. Sadəcə buna həqiqətən ciddi mənada buna inanmaq ki, bu mümkündür. Bəs salam. Bu qədər.